Salam, hörmətli izləyici. Vətəndaşlığı olmayan şəxslər yaşamaq üçün icazə almaq istəyirsə və ya Azərbaycan Respublikasının ərazisində ev, əmlak, torpaq almaq istəyirsə, eyni zamanda hətta onu qeyd edim ki, vərəsəlik yoluna ev, torpaq əldə etmişsinizsə və digər əmlak əldə etmişsinizsə, bu videoda diqqətinə baxın. Mən hüquqşünasları Seyidzadə müəyyən məlumatları çatdıracağım ki, hansı qadağalar var, yəni ki, hansı əmlakları ala bilməzsiniz, baxmayın ki, vərəsəlik yolunu da alırsınızsa, hörmətli izləyici. Eyni zamanda məlumat verəcəm ki, yaşamaq icazəsini necə ala bilərsiniz. Diqqətlə baxın, hörmətli izləyici. Kimin nəsə var olsa qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxa bilər. Mövzuya keçməmişdən əvvəl mən hüquqşünasları Seyidzadə sizdən xahiş etmək istəyirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda ona görə bəyənin ki, mən özüm əli arabasında olduğuma görə, yəni ki, istəyən bir yer götürüm, əli dostlarıma əl işini satırım, eyni zamanda hüquqi yardım göstərdim. Bunun üçün də iyanı yığım, istəyən YouTube mənə ödəniş yazıb. Videonu bəyənin və abunə olun. Hər bəyənməyə görə, hər abunəyə görə YouTube bu köpük dəyərində ödəniş edib. Eyni zamanda kim baxırsa, faydalanırsa mənim videonu imkan daxilində qeyd olunan kart nömrəsinə iyanə etsin. Bir daha qeyd edin ki, hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə WhatsApp vasitəsilə əlaqə saxa bilirsiniz. Suallarınızı səsini göndərin. Beləliklə keçdiyimizdə, hörmətli izləyicilər, qeyd edin ki, vərəsəlik yolunda olsa, əgər əmlak almışsınızsa, torpaq sahəsidirsə, torpaq sahəsini əldə edə bilmirsiniz. Bir il ərzində ya satmalısınız, ya bağışlamalısınız, hörmətli izləyicilər. Axı ki, yəni ki, təhvil verməlisiniz, belə deyək. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər torpaq ala bilməzlər. Əgər yox, həyət evi almışsınızsa, həyət evinin torpağı ödələşməyibsə, ala bilərsiniz. Bu həmin də belə deyək, vərəsəlik yolunu əldə etmişsinizsə, belə deyək, vəsiyyətnamə yolunu əldə etmişsinizsə, o həmin şəxslərə də aiddir. Eyni zamanda qeyd edin ki, hörmətli izləyicilər, icazəni almağın bir neçə növü var, orada qeyd edin, diqqətinə baxın. Yaşayış icazəsində söhbət gedir. Birinci variant, əgər Azərbaycan Respublikasının ərazisində sizin 100 minlik əmlakınız varsa, bu obyekt ola bilər, ev ola bilər, söhbət gedir daşınmaz əmlakdan. 100 minlik varsa, o halda birbaşa yaşayış icazəsi ala bilərsiniz, hörmətli izləyicilər. Yəni bu belə də ola bilər. Tutaq ki, 40 minlik eviniz var, 60 minlik obyekt var. Və yaxud da 2 də eviniz var, biri 60 minlik, biri 40 minlik, və yaxud da ikisi də 50 minlik. Cəmi əməlidir, hörmətli izləyicilər, 100 min. Nəzərə alın. Yəni bunu dillə deməklə yox, hörmətli izləyicilər. Mütləq qaydada qiymətləndirmə idarəsi gəlir qiymət qoyur. Ki, sizin neçə minlik əmlakınız var. Hətta bağışlama yoluna, vərəsəlik yolunu əldə etmişsinizsə, ona da qiymət qoyur. Onun da əsasında siz yaşayış icazəsi ala bilərsiniz. Mütləq qaydada. Bir variant bu. Digər variant da qeyd edirəm. Videonu bəyənin. Qoy daha çox şəxslər bu barədə məlumat olsun. Digər yolu dediyim kimi ondan ibarətdir ki, əgər Azərbaycan Respublikasında ailə qurmuşsunuzsa, mütləq qaydada hörmətli izləyicilər, yaşamaq icazəsi ala bilərsiniz. Və ya işləməyə gəlirsiniz, əmək müqaviləsi varsa, icazə ala bilərsiniz, hörmətli izləyicilər. Nəzərə alın, mütləq qaydada. Və ya hörmətli izləyicilər, belə deyək də, siz haçansa xarici ölkəyə gelmişsinizsə, sizin valideyniniz Azərbaycan Respublikasında anadan olubsa, Azərbaycan Respublikasının vətəndaşı olubsa, haçansa, mütləq qaydada siz gəlib burada mənsubiyyətlər ala bilərsiniz. Əhəmiyyəti yoxdur. Siz xaricdə dünyaya gəlmişsiniz, yoxsa ki, Azərbaycanda dünyaya gəlib sonra gelmişsiniz. Bunun əhəmiyyəti yoxdur. Eyni zamanda, əgər sizi xaricdə ebatlara götürüb versə də, hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri də budur, mütləq qaydada. Amma bir daha xatırladıram ki, vərəsəlik yolundan da olsa, əmlak əldə etmişsinizsə və yaxud bağışlama yolundan və yaxud alqı-satqı yolundan əldə etmişsinizsə, dəyəri 100 min isə yaşamaq icazəsi ala bilərsiniz. Amma torpaq özəlləşdirə bilməzsiniz, qadağandır, hörmətli izləyicilər. Eyni zamanda həyət evi ala bilərsiniz. Həyət evinin, yəni torpağı gəlir özəlləşməsin.
nəzərə alın mütləq qaydada. Hörmətli icracilər. Bir məsələ də budur. Vəsiyyətnamə verən şəxslərdən fikirləşsin, əgər hansısa bir qohumuna, belə deyək, evladına, nəvəsinə nəyisə vəsiyyət eləmək istəyirsə, əgər torpaqdırsa, onu dəyişsin ən mükəmməl mütləq qaydada. Hörmətli icracilər. Əks halda gələcəkdə problem olacaq. Ona görə nəzərə alın. Və sizin xaricdən yaşamaqdan asılı olmayaraq hörmətli icracilər. Əgər mülkiyyət sahibi 2023-cü il dekabrın 23-dən sonra rəhbərinə gedibsə, onda sizin payınız açıq qalıb. Yox, ondan qabaq gedibsə, digər vəsiyyətlər olub sizin payı götürsünlər. Onda siz məhkəməyə müraciət etməli olacaqsınız. Hörmətli icracilər. Nəzərə alın. Bir məsələ də budur. Bir daha qeyd etmək istəyirəm ki, hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz. YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquqi məsləhətin verilməsi 10 manatdır. Ərizələrinizə yazılması onlayn qaydada 50 manatdır. Hörmətli icracilər. Nəzərə alın. Siz mənim yanıma gəlmədən də hüquqi məsləhət ala bilərsiniz. Eyni zamanda ərizələri yazdıra bilərsiniz. Hörmətli icracilər. Nəzərə alın. Bir məsələ bu. Bir daha qeyd edin ki, kim mənə kömək eləmək istəyirsə, videonu bəyənsin və YouTube kanalına abunə olsun. Hörmətli icracilər. Vacib məsələdən biridir. Ona görə ki, mən belə dediyim kimi istəyəm, özün əli arabasında olduğuma görə, istəyəm bir yer götürün, əli dostlarımın əl işini satın və hüquqi yardım götürün. Bunun üçün də istəyən YouTube mənə iyanə etsin. İyanə etməsinizsə, siz videonu bəyənirsiniz, hörmətli icracilər. Hər bir bəyənmə bir köpük dəyərində qiymətləndirir. YouTube tərəfindən, hörmətli icracilər. Nəzərə alın. Bir məsələ də budur. Əgər yox, baxıb faydalanırsınızsa, faydaların qarşısında kim istəyirsə 1 manat, 3 manat, 5 manat, 10 manat ödəniş edə bilər. Dəstək, hörmətli icracilər. Qeyd edin ki, mənim 1800-dən artıq uşaqla birlikdə videolarım var. Hörmətli icracilər. İstər vəsiyyət ilə bağlı olsun, istər yaşayış icazəsinin almaqla bağlı olsun, istər ailə qurmaqla bağlı olsun, istər boşanmaqla bağlı olsun, istər uşaqla ünsiyyətlə bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər pensiyayla bağlı olsun, istər dilin digər məsələlərlə bağlı olsun, hörmətli icracilər. Və baxıb tanış ola bilərsiniz. Diqqətlə baxın və onu da qeyd edin ki, hörmətli icracilər, bundan başqa digər videolarıma da baxıb bəyənsiniz, daha yaxşı olar. Bayaq dediyim kimi, hər bir bəyənmə bir köpük dəyərində YouTube tərəfindən ödəniş olur. Hələ ki, 19 dolara yaxın pul yığmışaq, gəlin bunu bir normal bir pul yığaq. Ona görə ki, YouTube qaydalarına görə 100 dolar olmadan çıxartmaq olmur, hörmətli icracilər. Nəzərə alın, dəstək ola birimizə. Diqqətinizə görə sağ olun. Sağ olun.